Xuraman xan, gözlərin aydın olsun. Biz Xuramanla, belə deyək də, Sovet İmperiyası dövründə, Sovet dövründə Kirov adına Azərbaycan Universitetinə daxil olduq. 92-ci ildə Məmməd Əmin Rasulzadə adına Bakı Dövlət Universitetini bitirdik. Tələbəlik dövrümüz Azərbaycanın ən gözəl tarixi dövrünə düşüb. Bugünkü gənclərimizə, Azərbaycanımıza, bizə, zəfər yaşadan gəncliyimizə, Azərbaycan xalqına bir müstəqillik qurduq. 20 yanvardan keçdik, Xocalı faciəsindən keçdik, mübarizələrdən keçdik, nəhayət 18 oktyabrda Azərbaycanımız üçün ən əziz gün olan müstəqilliyimizi əldə etdik. Bu illər doğrudan da həm şərəfli illər idi, həm də bir anlıq keçmişə, tarixə qaydanda çox şeylər görünməkdədir. Allah'a şükür günü-gündən Azərbaycanımız çiçəklənir. Biz Xuraman xanımın oğluyun zəfər gününə, yəni toy gününə, eyni zamanda o 44 günlük hərbi xidmətdə olanda Xuraman xanım necə həyəcan keçirdirsə, biz də o cür həyəcan keçirdirdik. Hər gün onlar haqqında məlumatlar toplayırdıq. Bugün, yəni burada Gəncəyə, belə deyim də, müstəqil Azərbaycanın ilk paytaxtı olan Gəncəyə, Göyçaydanam, Sabirabaddan, Qazaxdan, Tovuzdan, Ağstafadan tələbə yoldaşları gəlib. Gələ bilməyən yoldaşlarımız müəyyən səbəblərdən olubdur. Hacı Qabuldan, Saatlıdan, Bakıdan, Lənkərandan, Astaradan, Masallıdan, Cəllabaddan, Salyandan və s. Hamısının salamları var. Ondan da sonra nəyə arzulayardım? Bugün bizim Göyçayda, eyni zamanda sabah 16-cı Nar Festivaldır. Bütün qonaqlarımızın hamısını Göyçayda görməyə arzusundayıq. Bəzən bizə deyirlər ki, artıq 38 ildir Xuraman xanımla tanışıq. Onda Xuraman xanım cılız balaca bir qız idi. İndi maşallah. Deyirlər, qocalmışsınız, qocalırsınız, yaşlaşırsınız. Qocalmağın özü də bir gözəllikdir, bir necə deyərlər, deyim? Həmişə deyək ki, onu deyim. Dünyanın əzəldən budur adəti. Bədənə yük olub, baş qocalanda. Heç kəsin əbədi olmur qüdrəti. Vallahi özünü göstərir yaş qocalanda. Göz görməz, gözüvə çeşmək taxarsan. Bulanıq su kimi səssiz axarsan. Vallahi kişi, gözəllər yeri yer, yanıb yaxarsan, kara gəlməz qaşda göz qocalanda. Mən hələ cavanam, su var canımda. Tuz çörək yeməyə var damağımda. Gül çiçək arzular bizim xanımda. Əl açıq olaydı, kaş qocalanda. Musiqiçi olsan ayrılma tardan. Bil, o qalacaq sənə dövlətdən, vardan. Vallahi bir ümid gözləmə bəstəkarlardan. Özün öz mahnını qoş qocalanda. Yediyin xorəklər olacaq yarı. Başqa görəcəksən günü, rüzgarı. Ay kişilər, arvad da qocalıb olacaq qarı. Nəbadə hirslənib, coş qocalanda. Qocalıq özü də gözəllikdir. Xuraman xanım, bir daha təbrik edirik, gözlər özü aydın olsun. Allah mübarək eləsin. Allah bu toyu mübarək toylardan qərar versin. Xuraman igid qadındır. İgid qadının da igid oğlu olmalıdır. Xuraman kimi ana, Müşfiq kimi oğul dünyaya gətirə bilər. Bu dünyanın lap əzəldən qışı da yazı boydadır. Nə böyükdür, nə balaca, çoxu da azı boydadır. Axır yozdum bu yuxunu, tanıdım yadı, yaxını, hamının boyu buxunu, ağzının sözü boydadır. Dünya ona baxanların, dünya başa qaxanların, dünya başa çıxanların, dünya ona baxanların kör olmuş, gözü boydadır.
həm qarası, həm ağının, yatmışının, oyağının, dünya insan ayağının torpağı, tozu boydadır. Az ovucunda bük ürəyi, at çarmıxa çək ürəyi. İnsanlar var, tək ürəyi dünyanın özü boydadır. Ürəyi dünyanın özü boyda olan insanlara eşq olsun. Bizim Xuraman bacımız həmin insanlardandır. Mən şair deməyə, yəni cəsarətim çatmır. Aşıq Qərbin nəfəsiyəm. Yəqin ki, genindən gələn bir şeydir. Arada görsən, özümlə də deyirəm, cəsarətimə görə məclis əhlindən üzr istəyirəm. Bir məclisdə bir nəfər dünyadan şikayət elədi. Şairlərdə də belə bir xüsusiyyət var ki, o qafiyənin yaranmağı üçün nəsə bir təkan lazımdır. Özümdən asılı olmayaraq, elə məclisdə də dedim ki, dünya düzəlməyir deyən baxtəvər. Sən düzəlmisənmi dünya düzəlsin? Boş-boş gileylənib söyən baxtəvər. Sən düzəlmisənmi dünya düzəlsin? Hansısını könlü şad eyləmisən? De hansı miskini yad eyləmisən? Avad yeri sən bərbad eyləmisən? Sən düzəlmisənmi dünya düzəlsin? Bir gündə girmisən neçə min dona, çıxmısan axıra yetmisən sona, bir düzəliş vermisənmi sən ona? Sən düzəlmisənmi dünya düzəlsin? Allahlıq eylədin, tüğyan eylədin, qədəni gətirdin, sultan eylədin, dünyanı dağıtdın, viran eylədin. Sən düzəlmisənmi dünya düzəlsin? Qiyas qarətkan, namərd gözünə, danışanda sərhəd qoy hər sözünə. Bu sualı tez-tez ver, öz özünə. Sən düzəlmisənmi dünya düzəlsin? Allah dünyamızı düzəlsin. Bu əmin-amanlıq dünyanı bizə bəxş edən insanlar var olsun. Təbii ki, bir dayı kimi Müşfiq balamıza da bir iki kəlmə öz sözümü deyim. Ömrünün gülşəni xəzan görməsin, bağında hər zaman var olsun ay bəy. Ən böyük nimətin sevib sevilmək, ən böyük qismətin yar olsun ay bəy. Vətənə qeyrətli oğul qız verən, toy üçün tər tökən, tədarik görən, bugünkü məclisi nura döndərən bu gözəl insanlar var olsun ay bəy. Xoş gəlmisən məclisi ürfanə Müşfiq bəy. Hər qədəmin bir qurbana Müşfiq bəy. Bəhbəyə bu məclisin zövqü səfasına, qurban olaram əhli vəfanın vəfasına. Xoşbəxt olasan ay Müşfiq bəy eller içində, güller içində. Təbrik eyləyir
Səni bu dayın qiyas qəlbdən ürəkdən saxla bu günü ləl-lə bir gövhər içində ya bağlamayı ay can ay day Yer girmə arasına həqiqi dostum Özün gözdən düşüb yaman olarsan Yüngüllük eyləmə qiymətin olmaz Ağır əyləşərsən batman olarsan Çörək itirənə süfrəni sərmə Qohumun, qardaşın qəlbinə dəymə Sınanmamış dostsa sirrini vermə Qəfil aran dəyər, düşmən olarsan İdrisə düz danış, yalan söyləmə Nanəcbə minnət çəkib eyləmə Düşmənə də nakişilik eyləmə Bir gün barışarsan, peşman olarsan Yenə Allah bu toyu mübarək eləsin Allah sizi xoşbəxt eləsin Allah'tan arzum odur ki Heç bir ildə keçməsin İnşallah Xuraman xanım sənin ocağa ad gününə gələk Təbrik edirəm Allah xoşbəxt eləsin Xuraman, gözəl bacım, bu gözəl günün, xoş günün mübarək olsun, gözün aydın olsun. O gözəl qəhrəman oğlun Allah xoşbəxt eləsin, oğullu qızlı olsun. Həmişə barını yiyəsən, sevincinə sevinəsən. Ocağın bərəkətli olsun, süfrən bol olsun, balaların Allah xoşbəxt eləsin. Allah xoşbəxt eləsin. Əziz Xuraman bacım, dəyərli məclis iştirakçıları, Gəncəlilər və Azərbaycan xalqı. Bugünkü gün münasibəti ilə mən sizi təbrik edirəm. Və bu zəfəri, bu qələbəni bizə bəxş edən oğulların qarşısında baş əyirəm. Müşfiq bəyin timsalında bütün Azərbaycan ordusunu qoy Allah qorusun. Çünki onlar bizə bu günü bəxş elədilər. Bu qürur verici günü 30 illik arzularımızı çin elədilər. 30 illik didərgin həyatı yaşayan insanları öz vətənlərinə döndərdilər. Müşfiq bəy və onun silahdaşları Allah hamınızı qorusun, Allah sizi qorusun, Allah Azərbaycan ordusunu qorusun. Azərbaycan əskəri bir daha bütün dünyaya bəyan etdi ki, Türkün gücü tükənməz, Türkün qolu bükülməz. Allah sizi həmişə güclü etsin, qüvvətli etsin. Gözəl Xuraman bacım, biz 5 il universitetdə bir oxuduq. Bu masanı görəndə doğrudan qəribə hisslər yaşadım. Bakı Dövlət Universitetini bitirdik. Biz də o günləri, hansı günləri ki yaşadıq, həm o günlər çox mənalı tarixi günlər idi. Biz də bir meydan savaşı verdik. Bax, bu burada dayananlarla bərabər 90-cı illərdən sonra bilirsiniz ki, Azərbaycan xalqının tarixində çox çətin günlər yaşandı. Torpaqlarımız bir-birinin arxasınca işğal olundu. Biz o günləri yaşadıq. Biz Xocalı faciəsini yaşadıq. Bir yerdə ağladıq, bir yerdə güldük. Və 20 yanvarda o şəhidlərlə bərabər zirehli tankların üstünə yeridik. Bundan qorxmadıq. Və bugün qürur duyuruq ki, müstəqil Azərbaycan Respublikasının yaranmasında bizim də əməyimiz var. O bayraq ilk dəfə o meydanda dalğalandı. Ona görə də sizin dünyaya gətirdiyiniz oğul Müşfiq bəy kimi qəhrəman oğul oldu. Və bizim eləyə bilmədiklərimizi artıq onlar elədi. Azərbaycan torpaqlarını işğaldan azad elədi. Ona görə də bugün bu zəfər günü xalqımızın tarixində ən möhtəşəm gündür. Müşfiq bəy təbrik edirəm. Allah övladını xoşbəxt eləsin. Gözü dolusu görəsən. Gələn il bu vaxt inşallah evindən ən gözəl səs olan körpə səsi gəlsin. Bir daha hər birinizi təbrik eləyirəm. Canım Xuraman, mənim dəcəlim. Tələbə vaxtı çox dəcəl qız idin. Ancaq bugün ağır qaynənə Xuraman. Ona görə də, ay Xuraman, Qiyas o vaxt demişdi ki, bir şeir demiş. Demişdi ki, Qiyas yazmışdı öz o şeiri, yadınızdadırsa. Demişdi ki, mənim tələbə dünyam, nələr yaşayır səndə.
Ömrüm, günüm kövrəlir sən yadıma düşəndə. Bir də yazmışdı ki, tələbəlik illəri ömrə bahardı. Onda sevinç də, kədər də vardı. Belə əziz günün hər xatirəsi qayğısız gənclikdən bir yadigardır. İndi bugün Müşfiqə həm Zəfər gününə görə minnətdarlıq eləmək istəyirəm Xuraman. Həm də bizi birləşdirib yenidən tələbə həyatı yaşadıq. İnan içəri girəndə oraya budu yazmışdınız, ürəyimin başı əstirəcək. Ona görə minnətdaram Müşfiq oğul, xoşbəxt ol. Allah səni xoşbəxt eləsin. Həm birincisi bizə bu zəfəri yaşatdığına görə, həm də ki, yeni həyata qədəm qoyursan. Yeni həyatda sənə nə arzulayıram? Həqiqətin, hikmətin, bir də qeyrətin ucalığında yaşamanı istəyirəm. Xoşbəxt ol, qoşa qarıyın, Allah yarayanlardan eləsin. Sağ olun. Sağ olun, xoş gəlibsiz. Həqiqətən mən də sanki bu dəqiqə nə qaynanayam, nə anayam, qayıdıb tələbə olmuşam. O 87-92-ci illər arası o yaşadıklarımız bir-bir gözümün qabağında. Bəli, müstəqilliyi biz başladıq, övladlarımızda davam elədik. Xoş gəlibsiz. Hamınızın evinizdə subaylarınızın toyuna gəlim. Çox sevindim. Mənə də 2 qat sevinci oldu ki, illərlə gec-gec görüşürəm, gördüm sizi. Həm balamın toyunda, həm də sizi gördüm. Var olun. Xuraman müəllimə, gözləriniz aydın olsun. Bir şirin, gözəl musiqi müəllimin arzusu ilə Aytaç Tovuzludan gözəl bir öz aramızda qalsa musiqisi gəlsin. Bir daha xoş gəlmisiniz deyək. İnşallah sizin də sabahki festivalda uğurlar arzu edirik. Dəvətin üçün çox sağ olun. Təbii ki, böyük məmnuniyyətlə çalışdığımız qədər sabah biz o festivalda iştirak edəcəyik. Gəlsin gözəl musiqimiz Aytaç Tovuzludan aramızda qalsın. Buyuraq səsləndirək, səs verək. Var olay Aytaç.